Quran-ı Kərimdə Qədr gecəsi ilə bağlı məhz elə Qədr surəsini çoxlarınız əzbər bilirsiniz. Orada uca Rəbbimiz bu haqda danışıb. Əuzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. İnna anzalnahu fi leyletil qadr. Və ma adraka ma leyletul qadr. Leyletul qadri xayrun min elfi şehr. Tenazzalul melaiketu ve ruhu fiha bi izni rabbihim min kulli amr. Selamun hiye hatta matla'il fecr. Biz həqiqətən Qur'anı Qədr gecəsində nazil etdik. Ya Peyğəmbər, Qədr gecəsi necə bir gecə, necə əzəmətli bir gecədir deyə və ya o qədər əzəmətlidir ki, hətta sən onun əzəmətini olduğu kimi bilmirsən. Bir gecədir ki, Leylətul Qadri xayrun min elfi şəhr. 1000 aydan üstün, 1000 aydan daha artıq bir gecədir. Elə bir gecədir ki, Tenazzalul melaiketu ve ruhu fiha bi izni rabbihim min kulli amr. Uca Rəbbimizin mələkləri və ruh, mələklərin böyüyü və ya böyük mələk və ya Cənab-ı Cəbrail yer üzərinə nazil olarlar, enərlər və sübh açılana dək yer əhlinə səlamətlik və onlar üçün dua, ilahi rəhməti endirərlər.